İnsanlarla ünsiyyətinizi azaldın. Çünki vallahi indi elə bir vaxtdır ki, insanlarla az ünsiyyət etmək xeyirlidir. Çünki insanların çoxluğunda fayda yoxdur. Necə ki, Əbu Zər radiyallahu anhu demişdi, tək qalmaq pis yoldaşdan daha yaxşıdır. Təəssüf ki, bu gün insanların əksəriyyəti pis yoldaşlıq edir. Allahın mərhəmət etdiyi kəslər istisna olmaqla. Bu səbəbdən də İmam Əl-Buxarinin, Allah ona rəhmət etsin, səhiyində Əbu Said Əl-Xudridən, Allah ondan razı olsun, nəql etdiyi məşhur hədis yada düşür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur, elə bir zaman gələcək ki, müsəlmanın ən yaxşı malı onun qoyunları və ya bir sürü qoyunu olacaq. O dinini fitnələrdən qorumaq üçün dağların zirvələrinə qaçacaq. Yəni uzaq yerlərə çəkiləcək. Düşünürəm ki, hədisdə keçən o vaxt artıq yaxınlaşıb. Allah Taala bizi dünyada və dinimizdə fitnəyə məruz qalmaqdan uzaq etsin. этого мира, от искушений в религии. Валлаху алям ва биллахи.